Dünyanın neftə olan tələbatı daim təmin oluna bilməyəcək. Bu xəbərdarlıq Parisdə Beynəlxalq Energetika Agentliyinin iclasında səslənib. Britaniyanın Enerji Araşdırma Mərkəzinə əsasən dünya üzrə neft hasilatı 2030-cu ilə qədər özünün zirvə nöqtəsinə çatacaq. Hesabatın müəllifi Steve Sorel deyir ki, qlobal ehtiyatlar bir qədər sonra azalmağa başlayacaq. Təbii ehtiyatların fiziki xüsusiyyətləri onu göstərir ki, hasilat hansısa səviyyədə azalmağa başlayaraq davam edəcək və heç bir investisiya bu prosesi geriləyə bilməyəcək. Beynəlxalq Energetika Agentliyinə 28 üzv ölkənin energetika nazirləri bugün enerji sahəsində dünyanın qarşılaşdığı başlıca sınaqlara nəzər yetirir. Agentliyin icra edici direktoru Nobuo Tanaka bunlar arasında yüksək enerji qiymətlərini göstərir. Hazırda dünyada gündə 85 milyon barel neft hasil edilir. Təxminlərə görə neft ehtiyatları tükənməyə başladıqdan öncə hasilat gündə 100 milyon barelə çatacaq. Lakin bəzi araşdırma qrupları hasilatın 21-ci əsrə qədər kifayət edəcəyini bildirir. Bəzi neft şirkətləri isə Angola, Braziliya və Meksika körfəzində yeni yataqların tələbatı ödəyə biləcəyi ilə bağlı mübahisələr aparır. Sorel bununla razı deyil. Bunu qəbul edib, ehtiyatların həcmi barədə nisbi mülahisələr irəli sürsək, investisiyaların olacağını düşünsək və bu yerlərdən istifadə imkanlarını götürsək, yenə də göstəricilər müəyyən müddət ərzində ehtiyatların tükənəcəyinə işarə edir. İqtisadi tənəzzül və enerjiyə qənaət edən avtomobillərin olması Birləşmiş Ştatlarda tələbatı azaltsa da, OPEC təşkilatı bildirir ki, qlobal iqtisadi durumun yaxşılaşması və inkişaf etməkdə olan ölkələrdə istehlakın artmasına baxmayaraq, neftə olan tələbat gözlənildiyindən daha yüksək sürətlə artır.